Doktor, olar? Buyurun. Şikayətiniz nədir? Nəsə narahatam doktor. Şəkəriniz var? Şəkər nədir? Xalq arasında şəkər kimi tanınır. Xəstəliyin adı diabetdir. Diabet ağır xroniki xəstəlikdir. Bugün dünyada 800 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir. Stres, piyələnmə, genetik faktorlar, mədə-altı vəzi problemləri, metabolizm pozulanda, immunitet zəifləyəndə yaranır. Yorğunluq, halsızlıq da bundandır. Bəli, tez-tez sidiyə çıxırsan. Yaralar gec sağalır. İnfeksiyalar, əllərdə, ayaqlarda keyimə, iynə batması hissi diabetin əlamətləridir. Diabet səssiz təhlükədir. Çünki qan şəkəri tədricən yüksəlir. Orqanizmə isə daha ciddi təsir edir. Hə, ürəyim də ağrıyır. Diabet ürək, qan damar xəstəliyinə səbəb olur. İnsult, infarkta yol açır. Çox işləyəndə xəstə təngnəfəslikdən və sinədəki ağrılardan şikayətlənir. Qan təzyiqi yüksəlir. Doktor, bütün orqanizmə təsir edir ki. Bəli, diabet xəstəliyində göz, böyrək damarları zədələnir, korluq yarana bilər. Beyin damarları zədələnsə yaddaş pozulur, diqqət zəifləyir. Xəstənin yeriməsində lənglik yaranır. Şəkərli diabetin ağızda problemlər yaratdığını bilirdinizmi? Diş əti xəstəliyi diabetli insanlarda daha çox rastlanır. Bu hal ağrıya, davamlı ağız qoxusuna, çeynəmə çətinliyinə və hətta diş itkisinə səbəb ola bilər. Əgər diabet xəstəsisinizsə, mütəmadi olaraq düzgün qidalanma, fiziki aktivlik, qanda şəkərin müntəzəm ölçülməsi, dərmanlar müalicəsi və ya insulin iynələri diqqətdə saxlanılmalıdır. Doktor, mən nə işə düşdüm? Əzizim, ildə bir dəfə müayinəyə gəlmək lazım idi. Baxın, ildə 8760 saat var. Cəmi 1 saat lazım idi ki, müayinə olunasınız. Heç olmasa bundan sonra nəzarətdə saxlamaqla sağlamlığının fərqində ol. Unutmayın, erkən müayinə can qurtarır.